Futbolumuz üçün yerli məşqçi yaxşıdır, yoxsa əcnəbi məşqçi? Özümüz işləməliyik, öz qüvvəmizlə. Əgər bizim yerli məşqçi olarsa, yenə də gedib İngiltərədən, İspaniyadan o taktikanı gətirib burada nəsə eləmək istəyirsə, uğursuz olacaq. Əcnəbi məşqçi də gəlsə, yenə də uğursuz olacaq. Çünki niyə görə? Bizim milli dəyərlərimizə sahib olan idmançıları qərb dəyərlərindən idarə eləmək, menecment eləmək mümkünsüzdür. Və bunun bir neçə nümunəsi var. Fenerbahçe'də bunu gördülər. I am Jose Mourinho. Eyni zamanda Fatih Terim'in bir ara Galatasaray'da uğurlar kazanırdı ama İtalya'da 5-6 aydan sonra geri göndərdilər. Çünki orada verdiği motivasiyanı, orada sahip olduğu psixolojik, mədəni bacarıqlar orada keçmədi. What can I do? Sometimes. Bu yaxınlarda İlham Mansız lisenziya aldı və sevinirdi ki, deyir, mən lisenziya almışam məşqçi kimi. Orada dedilər, hər kəs alıb, deyir, necə ola bilər ki? Və yanında harda onlar məşqçi olacaqlar? Cavab olaraq deyiblər, aşağı qruplarda. Deyir, bəs aşağı qrupları yaxşı məşqçi lazımdır da, bunları daha yuxarı qaldırmaq üçün. Aşağıdakı yaş qrupa sonra böyüyüb oynaya bilməyənə necə olacaq? De paslaşın, elə ayaqlı paslaşın. Kvadratını paslaşın. Sən hara atırsan, ayağın əyridir, Quran haqqı sənə. Eyni şey bizim üçün də keçərlidir ki, biz bu günləri kim bizim məşqçimiz olacaq, onu fikirləşməməliyik. Kim bizim aşağı yaş qrupları 6, 8, 10, 12 onların məşqçi kimi olmalıdır. Onu fikirləşsək 10 ildən sonra uğur qazanarıq. Bəs sizcə ibtidaidən başlamaq lazımdır, yoxsa elə bugünkü milli komandanın dərdini fikirləşmək lazımdır?